Biz hal-hazırda Dübəndi çimərliyindəyik. Ekoloji problem barədə, neftin axını barədə hamının məlumatı var. Sosial şəbəkələrdə bu barədə kifayət qədər yayımlanıb. Mən xüsusi qeyd edərdim burada Fövqəladə Hallar Nazirinin əməkdaşların sağ olsunlar reaksiya verdilər və o cümlədən 2 gündür dayanmadan burada dənizimizi təmizləmə prosesi gedir. Hal-hazırda burada dənizin Dübəndi ərazisi çimərliyində müəyyən miqdarda təmizlik işləri aparılıb və digər tərəfində də aparılır. Yəni, Fövqəladə Hallar Nazirinin əməkdaşları, biz bağ sakinləri onlara dərin təşəkkürümüzü bildiririk. Təbii ki, bu onların vəzifəsi olmaqdan başqa dəniz hamımızındır, sizindir, bizimdir. Yəni, bütün tutduğu vəzifədən asılı olmayaraq bütün sakinlərindir bu dəniz, bizim xalqımızın sərvətidir. Amma insanların əməyini qiymətləndirmək lazımdır və bu səbəbdən bütün bağ sakinləri adından öz təşəkkürümüzü bildiririk. Sağ olsunlar, yəni gəlib bu missiyanı həyata keçirdirlər. Yorulmayasın şu an. Sağ olsun Fövqəladə Hallar Nazirinin əməkdaşları halal da olaraq işləyirlər. Neçə gündür, yəni onların əziyyətini xüsusi qiymətləndirmək lazımdır. Dənizi tərtəmiz təmizləyirlər.